Salam izləyicilər, bu video dəstə verilənlər bazasının üstünlükləri haqqında məlumat verəcəm. Elə isə başlayaq. Müasir dövrdə böyük şirkətlər, banklar, dövlət orqanları və nazirliklər, böyük supermarketlər, mobil operatorlar, sosial şəbəkə platformaları və s. verilənlər bazasından istifadə edir. Və bu verilənlər bazasını hazırlamaq üçün 10 minlərlə, 100 minlərlə pul xərcləyirlər. Geniş mənada desək, yəni informasiya sistemi, hansı ki burada əsas yeri şəbəkə və verilənlər bazası tutur, bir şirkətə gəlir gətirmir. Sadəcə onun işini rahatlaşdırır. Belə ki, informasiya sistemi istifadə etməyən şirkətdə 100 əməkdaşın bir günə görə biləcəyi işi informasiya sistemi vasitəsilə bir işçi bir neçə saniyəyə görə bilər. Bu zaman vaxta qənaət olunur, məhsuldarlıq artır, xərclərə qənaət olunur. Verilənlər bazasının üstünlükləri bunlardır. İnformasiyanın kompüterdə sərgəli formada saxlanması, izafiliyin, yəni təkrarçılığın aradan qaldırılması, axtarış imkanlarının geniş olması, informasiyalar üzərində müəyyən hesab və məntiqi əməliyyatların aparılması, informasiyaların çox rahat şəkildə yenilənməsi, silinməsi və yeni məlumatların əlavə edilməsi, verilənlərin təhlükəsizliyinin qorunması, xərclərin azalması, çox məqsədli və birgə istifadə olunması, mərkəzləşdirilmiş idarə olunması. Gəlin bu modulların hər birini ayrı-ayrıqda nəzər salaq. İlk öncə informasiyanın kompüterdə sərgəli formada saxlanması barədə danışaq. Bu zaman məlumatlar qarışıq kağız dəftərlərində deyil, kompüterdə daha sərgəli və sistemli şəkildə verilənlər bazasında saxlanılır. Verilənlər bazası məlumatların kompüterdə nizamlı və strukturlaşdırılmış şəkildə saxlanmasını təmin edir. Bu, məlumatların qarışmasının qarşısını alınır və idarəni asanlaşdırır. Məsələn, məktəb sistemində şagirdlərin adı, soyadı, sinfi və qiymətləri cədvəl şəklində sərgəli saxlanılır. İkinci üstünlüyü izafiliyin, yəni təkrarçılığın aradan qaldırılmasıdır. Belə ki, verilənlər bazası eyni məlumatın bir neçə dəfə saxlanmasının qarşısını alır və məlumatı mərkəzləşdirilmiş şəkildə idarə edir. Məsələn, bir tələbənin məlumatı, yəni onun adı, soyadı, qrupu və s. sistemdə yalnız bir dəfə saxlanılır və bütün şöbələr həmin məlumatdan istifadə edir. Eyni məlumat ayrı-ayrı təkrar yazılmır. Axtarış imkanlarının geniş olması. Verilənlər bazasında lazım olan informasiyanı dəqiq və sürətli tapmaq imkanını verir. Məsələn, kitabxana sistemində müəyyən müəllifin bütün kitablarını və ya müəyyən mövzuda kitabları dərhal tapmaq və s. Bunu daha yaxşı anlamaq üçün belə bir misal çəkmək istəyirəm. Məsələn, əgər telefonunuzda kontakt sistemi yoxdursa, nömrələri hər hansı bir vərəqə və ya dəftərə qeyd edirsiniz. Bu zaman telefonu hər dəfə harasa aparanda həmin dəftəri də özünüzlə aparmaq məcburiyyətində qalırsınız. Kimisə zəng etmək istəsəniz, həmin dəftərdən onun adını axtarırsınız. Daha sonra həmin adamın nömrəsini dəftərdən tapıb zəng edəcəksiniz. Hər bir adamın ad və nömrəsini dəftərdən axtarmağa təxminən 3-5 dəqiqə vaxt sərf etsəniz, təxmini və gündəlik iş və digər bir səbəblə, məsələn 10 nəfərlə danışmaq istəsəniz, bu zaman təxminən 30-45 dəqiqə arası zaman itirəcəksiniz. Bu da bir insan üçün böyük bir zaman və enerji itkisidir. Amma telefonda olan kontakt sistemində ad və nömrələri qeyd edərək zəng etmək istədiyiniz adamın adını yazmaqla bir neçə saniyə içərisində onun nömrəsini tapıb zəng edə bilərsiniz. Telefonunuzda olan kontakt sistemi məlumatları telefonun xarici yaddaşında səliqəli saxlanması baxımından verilənlər bazasına bənzəyir. Yəni, verilənlər bazasına bir əyani misaldır. İnformasiyalar üzərində müəyyən hesab və məntiqi əməliyyatların aparılması. Verilənlər bazası məlumatlar üzərində hesablama, filtr və sorğu əməliyyatlarını asanlıqla aparmağa imkan verir. Məsələn, bir mağazanın satış bazasında bu ay ən çox satılan məhsulların sorğusunu apara bilərsiniz. Və ya verilənlər bazasındakı məlumatlar əsasında ümumi gəliri hesablaya bilərsiniz və s.
İnformasiyaların çox rahat şəkildə yenilənməsi, silinməsi və yeni məlumatların əlavə edilməsi verilənlər bazasında məlumatların idarəsini çox asanlaşdırır. Belə ki, istifadəçi istədiyi məlumatı dəyişə, silə və ya yeni məlumat əlavə edə bilər. Bütün bunlar bir neçə kliklə baş verir. Bu, kağızla işləməyə nisbətən həm sürətli, həm də daha az səhv riski ilə nəticələnir. Məsələn, çalışdığınız mağazada yüzlərlə çeşiddə məhsul var və rəhbərlik gəlib deyir ki, bütün məhsulların qiyməti 15% qalxmalıdır. Əgər mağazanın verilənlər bazası yoxdursa, ayrı-ayrılıqda hər bir məhsulun qiymətinin üzərinə həmin 15%-i əlavə edirsiniz. Hər bir məhsul üçün ayrı-ayrıda vərəqdə qeyd edərək bunu etmək xeyli vaxt aparacaq. Amma verilənlər bazası olarsa, burada bir düstur yazmaqla bir neçə saniyə içərisində bütün məhsulların qiymətini yeniləyə bilərsiniz. Verilənlərin təhlükəsizliyinin qorunması. Verilənlər bazasında məlumatların yalnız səlahiyyətli şəxslər tərəfindən görülməsi və icazəsiz şəxslərin girişindən qorunmasıdır. Məsələn, bir məktəbin verilənlər bazasında şagirdlərin qiyməti saxlanılır. Müəllim və direktor sistemə giriş əldə edib məlumatı görə bilir, amma digər şəxslər həmin məlumatlara daxil ola bilmir. Bu məlumat təhlükəsizliyinin təmin olunmasıdır. Xərclərin azalması, məlumatların verilənlər bazasında saxlanması, kağız, vaxt və əmək sərfini azaldaraq maliyyə xərclərini minimuma endirir. Məsələn, mağazada məhsul siyahısını kağızla deyil, elektron sistemlə idarə etmək həm çap xərclərini, həm də əlavə işçi ehtiyacını azaldır. Çox məqsədli və birgə istifadə olunması, verilənlər bazası eyni məlumatdan müxtəlif məqsədlər üçün istifadə etməyə və bir neçə istifadəçinin eyni vaxtda işləməsinə imkan verir. Məsələn, şirkətdə müasib maaş məlumatlarına baxır, kadrlar şöbəsi işçi məlumatlarını yeniləyir, direktor isə hesabatları izləyir. Hamısı eyni verilənlər bazasından istifadə edir. Mərkəzləşdirilmiş idarə olunması. Bütün məlumatların vahid sistemdə toplanması və bir mərkəzdən nəzarət edilməsidir. Məsələn, bir şirkətin bütün filiallarının məlumatları tək bir sistemdə saxlanılır və baş ofis həmin məlumatları bir mərkəzdən idarə edir. Əslində, verilənlər bazasının üstünlükləri həddindən artıq çoxdur. Biz sadəcə bəzilərini burada qeyd elədik. Böyük informasiya sistemlərində məlumatlar minlərlə, on minlərlə, hətta milyonlarla sətirdən ibarət olur. Məsələn, Facebook, Instagram, TikTok və s. kimi sosial şəbəkələrin verilənlər bazasında çox böyük həcmdə məlumat saxlanılır. Bu cür məlumatları əllə idarə etmək mümkün deyil, çünki istifadəçilər hər saniyə məlumat yeniləyir. Şərh yazır, mesaj göndərir, status paylaşır, şəkil və video əlavə eləyir. Nəticədə məlumatlar daim dəyişir və yenilənir ki, burada verilənlər bazasının önəmi bir daha ön plana çıxır. Bu qədər. Videonu bəyəndiyinizsə like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dərslərdən faydalana bilsinlər. Hələlik sağ olun.